2019-cu il Mercedes E300. Avtomobil 2 motordur. Bu günləri aksiyonda satışdadır. O öyle bir disk təkərləndir, gördüyünüz kimi. Şüşə yerindədir. Yəqin ki qaldırmayıblar, qalxmır deyə klyonka ilə bağlayıblar. Panorama dam, pavorotnikli güzgülər, sağ-sol güzgü radar, açarsız giriş, belə bir AMG disk təkər. Maşın arxa çəkəndir. Zədəsinə gəldikdə qapıda belə bir zədə var, təmirə yararlıdır. Bir krilo lazımdır, bir fara lazımdır maşına. Qabaq buferi də təmir eləmək olar. Deməli, salona gəldikdə koca salondur, böyük monitor. Gördüyünüz kimi sideniya isidən yaddaşlı sideniyalar. Qara tavan. Heç bir airbag atmayıb avtomobildə. Vini kimə maraqlı olsa buyursun, yazsın, yoxlasın. 2019 E300.